Biləsuvar rayonu Xırmandalı kəndindən şəhidimiz, xüsusi təyinatlının şəhidi, antiterror şəhidimiz Rəsul Teymrovun xatirəsini həsr edək bu bizim çıxışımızı. Hazırda bizimlə canlı bağlantıda şəhidimizin atası Yusif atadır. Yusif atanı salamlayırıq. Allah şəhidimizin atasına can sağlığı versin ki, bax belə igid oğlumuzu yetişdirib. Vətənimizin torpaqlarının işğaldan azad olunmasına, mənfur düşmanlarımızın məhv edilməsində öz qanı və canı bahasına torpaqlarımızı işğaldan azad etdilər. Qeyd edək ki, şəhidimiz Rəsul Teymurov 2023-cü ildə antiterror əməliyyatlarında gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Və Allah Taala'dan bütün şəhidlərimizə, istər 1-ci Qarabağ, istər 2-ci Qarabağ şəhidimiz fərq qoyula bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Axşamınız xeyir olsun Yusuf ata, sizi xoş gördük. Sizlərin böyütdüyü evladlar, bax, torpaqlarımızı mənfur düşmanlarımızdan azad etdilər. Bax, şəhidimiz Rəsul haqqında istərdik ki, öz fikirlərinizi bildirədiniz. Necə evladı idi? Rəsul haqqında danışmağa çox söz var. Rəsul elə o qədər vətənpərvər uşaq olub, elə uşaqlıqdan elə vətənpərvər olub, söz yox. Demək ki, o hərbi xidmətə getməmişdən əvvəl, o əvvəllər onu mən 4-cü sinifdə oxuyanda mən onu idmanın qaydasız növünə yönəltdim. Yəni demək müharibə başlayan pandemiya dövrləri idi, səhv eləmirəmsə. O 2 dəfə cəhd elədi gəlməyə. Gəldi elə bir ki, o tamojundan buraxmadılar keçməyə də. Sonra nəsə gəldi, çıxdı, müharibə qutarandan sonra gəldi. Dekabr ayında gəldi, çıxdı evə. Gəldi, biraz elə evdə qaldı. Mənim heç xəbərim olmadan, yəni o qədər o uşaq idi ki, aktiv uşaq idi. Mənim heç özümün xəbərim olmadan bir dəfə mən işdə idim, gördüm mənə zəng edir ki, ata bəs mamanın da öz şəxsiyyət vəsiqi də at mənə. Dedim, neyinsən Rəsul? Dedi ki, bəs mən Ağdamdayam, bəs hərbiyə gedirəm. Dedim, bəs sən mənə axı deməyibsən, deyir, yox, mən sənə desəydim, bilirəm, nəsə şey deyəcəkdim, nə işimə yəyəcəkdim, ona görə elə sənə demədim ki, səndən icazəsiz getdim. Nəsə atdım. Dedim, yəni bu yol çətin yolda, maxı kimi çalışdı. Bir müddət, 6 ay kimi maxı kimi çalışdı. Sonra bu komanda yarandı. Bunu elə bir ki, komanda yaranandan sonra bunu götürdülər komandanın tərkibinə. Oradan da getdi, Türkiyə təlimlərə yolladılar bunları. Giziri kursuna göndərdilər onu. Giziri kursunu qutardı, elə orada da elə yerindəcə ona vəzifə verirlər ki, tağım komandir mavini, kəşfiyyatçı tağım komandir mavini. Bu 2022-də qisas əməliyyatında Çermux əməliyyatlarında iştirak elədi. Orada da iştirak elədi. Onu da mənə demədi. Bilmədim sözünüzü. Gələndə bir ay başdı, mənim onunla əlaqəm olmadı. Mənim hətta qonşuluğumda bir uşaq vardı, onun əsgəri idi. Onun da anası gedir, gəlir bizə, ondan da xəbəri yox. Nəsə gəldi, mən də onu nişan eləmək istəyirdim, qız almışdım. Öz istədiyi qız almışdım. Ona elə vurulamaq istəyirdim mən də mövzunu. Əslən Laçınlı idilər, Primorskada yaşayırdı. Bir gün mənə anasına demiş ki, bəs belə qız istəyirik. Nəsə getdik, aldıq. Gəldi, bir dəfəsi gəldi, getdi, nişana aid nə lazımdır, hamısını aldılar ki, nişan eləyək. Nişan vaxtını təyin elədik, alınmadı, gələ bilin, buraxmadılar. Nişan vaxtını 2-3 dəfə təyin elədik, buraxmadılar. Sonra nişan ərəfəsi şəhidimizin antiterror əməliyyatları vaxtlarına təsadüf etmişdi məncə. Bəli. Demək, elə oldu, 28-ci günü mən onunla danışdım, dedim, bəs Rəsul, gəlcənən, bu işi qutaraq da, nişanı taxaq, onlar da işin bilsin. Dedi, ata, 28 idi mənə zəng elədi ki, ata, axşam çıxacam. Onlar həmişə gecə gəlib, gecə qayıdır da, yəni o gündüz yol getmir. Biz indi hazırlaşırdıq nişana görə, düzülüş var, getməliyəm. Bəli. Səni mən nəyə görə çağırmışam?
Nə komandir sarı? Otur yerində. Dedi, yox, ata mən getməliyim. Komandir. Düzülüş var. Nəsə veşlərin yadını yığdı. Elə o gedəndə getdi. Getdi. Demək bir həftə sonra nişan günü qala bilmədi nişana. qala bilmə. Ayın birində harasa 1-2 nişan eləyəcəkdi. Qala bilmədi də. Çağırdılar. 31 günü qaytardılar da dala. Ona hansı ki bir həftə vaxt icazə vermişdilər. Nəsə getdi. Gedəndən sonra bir həftə sonra danışdı məndən. Dedim nətər vəziyyət, hardasan? Dedi yerimdə deyirəm, başqa yer. O ad demirdilər də. Dedi başqa yerdə. Mən əvvəl gəldiyimiz yer deyəm. Ha. Bunlar qabaqcadan bunları salmışmışlar da əraziyə. Ancaq mən səs eşidirəm, belə güllə səsi eşidirəm, ayırt eləm. Dedim, axı səs gələyən, dedi, yox, küləkdə telefonum xışıldayır. Oyun almadı yenə mənə. 19-cu günü gecə idi. Oturmuşam evdə, bütün millət bilir. Yox, axşam çağı idi, hay çıxdı, əmim nəvəsi tankda yanıb da, yaralanıb, ağır yaralanıb. Getdim mən onun hayına. Nəsə dedilər ki, apar qaldırıblar Papalını Bakıya. Hava qaraldı, mən gəldim evə. Birə işləyirdi, yoldaşım zəng elədi bunun nişanlısına ki, bəs birdən sənə zəng eləyir, bilmərik də. Sən belə bunlar görüntülü danışırdı. Bu momentdə Rəsulun şəklini atdılar telefona ki, biləs var, şəhidim var. Təsəvvürlə dünyamız yıxıldı da həmin dəqiqə. Gördüm, qaçdım, getdim komissarlığa. Komissar dedim, bəs belə-belə mənim uşağımın adını hallandırırlar. Mənə bu oyun olmadı. Səhər-səhər gəldim. Səhər-səhər getdim tezləndən, gəldi qabağıma qucaqladı, başın sağ olsun, vətən sağ olsun. Nə deyə bilərəm onun qarşısında, heç vətən sağ olsun ki, o hərbiyə girəndə mən, yəni özü də bilirdi, mən də bilirdim ki, yəni bu hərbi peşə, çünki bizim torpaqlarımızın tam olmamışdı da, yəni tam söz yox 44 günlükdə azad olundu torpaqlarımız. Allah şəhidlərimizi rəhmət eləsin. Amma tam olmamışdı da, başa düşdün. Sizdən razı olsun. Sizin çox vaxtınızı almayaq. Hər zaman biləsiniz ki, sizlərin yanındayıq. Çox sağ ol, mənim bana, çox sağ ol. Allah köməyin olsun, var ol, təşəkkür edirəm. Minnətdarım.